Studiyamıza qonağımızla söhbətimiz olacaq. Son illərdə ölkə başçımızın daha çox diqqət yetirdiyi mövzulardan biri də ölkəmizdə elmin inkişafıdır ki, elə bununla bağlı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə milli strategiya imzalayıb və bu imzalanmış strategiya çərçivəsində elmin bütün sahələrində müxtəlif işlər, islahatlar aparılmaqdadır. Biz isə bu səhər Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Profesor Rasim Əlquliyevə salamlayırıq. Xoş gəlmişsiniz. Və təbii ki, biz sizinlə informatika sahəsində görülən işlərdən, aparılan islahatlardan danışacağıq. Təşəkkür edirəm dəvətinizə görə. Son illərdə, daha doğrusu, hər zaman məlumat dolu gəlsin. Mən sualımı biraz da konkretləşdirim. Son vaxtlarda görülən işlərə, yeniliklərə nəzər salaq sizinlə bərabər. Əvvəllə qeyd etdiyi sənəddən başlamaq istəyirəm ki, ölkə başçısı 2009-cu ildə Azərbaycan Respublikasında ümumiyyətlə elmin inkişafına milli strategiya qəbul etmişdir və bu milli strategiya Azərbaycan alimlərinin, müvafiq qurumların, icra hakimiyyəti orqanları və digər bu işə aidiyyəti olan kollektivlərin qarşısında mühüm vəzifələr qoymuşdur və onu mən qeyd etmək istəyirəm ki, bu strategiyada ümumiyyətlə vəzifələr çox çeşidlidir. Burada çox böyük istiqamətdə, geniş istiqamətdə işlərin görülməsi tapşırılır və sizin qeyd etdiyiniz o istiqamətlə oxunmaq istəyirəm ki, müasir elm əlbəttə ki, informasiya texnologiyaları birbaşa əlaqəlidir. Çünki ümumiyyətlə elmin özünün mahiyyətinə baxanda elm özü yeni biliklərin əldə olunmasıdır. Hər hansı bir tədqiqat obyekti ilə bağlı məlumatların toplanması, onun emal olunması, nəticənin çıxarılması və s. Yəni, həmişə elm informasiya, yeni bilik əldə etmək peşəsi olubdur. Amma son zamanlar informasiya texnologiyalarının birbaşa elmdə tətbiq olunması, sonra əldə olunmuş nəticələrin yayılması, başqa ölkələrdə olan alimlərlə operativ olaraq internet üzərində münasibətlərin qurulması və s. əlbəttə ki, elmə yeni çalarlar, yeni imkanlar gətiribdir. O ki, qaldı ölkəmizdə elmin özünə yürüdülən vəzifələr, yəni dövlət siyasəti çərçivəsində ayrılan o vəzifələr əlbəttə ki, bu bir qədər yeniləşibdir. Çünki artıq elmin özünün qarşısında qoyulan vəzifələr iqtisadi xarakter alır. Yəni, ölkəmizdə məlumdur ki, sosial-iqtisadi inkişafımızın yaxın gələcəkdə perspektiv ondan ibarətdir ki, artıq təbii resurslardan o biliklərə əsaslanan iqtisadiyyatın formalaşması, innovasiyanın tətbiq olunması, yəni artıq o əldə olunmuş bilikləri belə ünvansız olaraq bir məqalə xatirinə, hansısa bir jurnalda çap etmək xatirinə, hətta onu mən səmimi etiraf edeyim ki, hansısa bir elmi dərəcə almaq xatirinə yox, bunlar məqsəd ola bilməz. Məqsəd cəmiyyətin, dövlətin, xalqın inkişafı, insanların rifah halının yüksəldilməsi və artıq o əmtənin özünün o bilik şəklində cəmiyyətə, dünya bazarına çıxardılması və əldə olunmuş mənfəət nəticə etibarıyla qeyd etdiyim kimi o informasiya iqtisadiyyatının bir sektor olan elmin iqtisadiyyatını formalaşdırmaqdır. Təcrübədə faydası ola biləcək nəzəriyyə üzərində yəni, artıq işləmək. Dediyimiz kimi cəmiyyət elə qurulub, dünya elə qurulub ki, elm özü artıq iqtisadiyyatın bir formasına çevrilibdir. Yəni, elmin özü hansısa başqa obyektləri, başqa o tədqiqat araşdırmaq yanaşı artıq elm özü araşdırır ki, mən nə dərəcədə bu iqtisadi mühitə hazıram. Yəni, tək Azərbaycanda yox, bütün dünyada bu proses baş verir və ölkəmizdə də informasiya texnologiyalarının çox yüksək sürətlə inkişaf etməsi, yeni reallıqların ortaya çıxması və beləliklə dövlət başımızın qeyd etdiyi o qara qızılın ağ qızıla çevirmək o ideyası bax, belə o demək, tədbirlərlə, sənədlərlə həyata keçirilir. Ona görə də Azərbaycan Milli Elmlər Akademiyası buna çox böyük məsuliyyətlə yanaşır və müxtəlif elmi kollektivlər, institutlar bununla yaxından məşğul olurlar. Ona görə də bu məsələlər çox çeşidlidir. Bunun idarəetmə problemləri var, bunun maliyyələşdirmə problemləri var, yeni təşkil problemləri var. Yəni, o ənənəvi olaraq elmi qurumlar, elmi kollektivlər artıq yeni şəraitə, yeni vəzifələrə uyğunlaşdırılmalıdır. Xüsusən də qeyd etdiyim aspektlərdən yanaşanda artıq dünya informasiya iqtisadiyyatının tərkib hissəsi olmaqla, çünki artıq bu intellektual mülkiyyət məsələsi var. Onların ortaya çıxması, qorunması, ölkədə yeni bir sosial, iqtisadi bir hüquqi mühitin formalaşdırılması, bunun bazı formalaşdırılması Azərbaycan elmin qarşısına qoyulan vəzifələrdir. Ona görə də bu günləri Azərbaycan alimlərinin aldığı nəticələr tək Azərbaycanda ilişib qalmalı deyil. Azərbaycan mühitində reallaşmalı deyil. Bu artıq dünya bazarına çıxarılmalıdır. Ona görə də Azərbaycan elmi elə o strategiyada qeyd olunduğu kimi dünya elminə inteqrasiya olunmalıdır. Dünya bazarına çıxardılmalıdır. Azərbaycan elminin, Azərbaycan alimlərinin nəticələri orada iki istiqamət var. O humanitar, ictimai elmlər düzdür, dünyaya çıxarılmaqla yanaşı eyni zamanda Azərbaycan ideologiyasına,
Azərbaycan dövlətçiliyinin əsasları, milli kimliyimizi təmin edən ayrı atributların inkişafı, dilimizin inkişafı, tariximizin öyrənilməsi, açıq qalan problemlər var ki, müxtəlif ideoloji, siyasi vaxtı ilə dəyərlərin gözü ilə baxanda başqa cür oldu. Bu günləri artıq müstəqil Azərbaycanın özünün prioritetləri var. Yəni Azərbaycan elminin özünün ümumi belə deyək vəzifələri var, amma konkret olaraq onun içərisində də ictimai humanitar elmlərin öz vəzifələri var, dəqiq elmlərin öz vəzifələri var, tətbiqi elmlərin öz vəzifələri var. Ona görə də bunların özü çox çeşidlidir. Bunun hamısı Azərbaycan Milli Elmlər Akademiyasında müxtəlif səviyyələrdə müzakirə olunur və Azərbaycan alimlərinin qarşısında yeni vəzifələrlə məhz elə prioritetləri bundan ibarətdir. Ona görə də Azərbaycan alimləri, xüsusən gənclərin bu işə gəlməsi, çünki bu ənənəvi qorunmaq, bu məktəblərin qorunması, institutların qorunması və o belə deyək ki, o məsuliyyəti yeni nəslin çiyninə ötürülməsi üçün o da bir mühüm məsələdir. Ona görə də onlar üçün hər tərəfli şərait yaradılır. Ona görə dövlət başçımız tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasında Avropa ölkələrində, Avropa elm mərkəzlərində gənclərimizin hazırlanması üçün, yəni gedib orada hansısa fərz edək ki, magistr pilləsindən sonra gedib doktorluq səviyyəsində orada həyata keçirməsi üçün çox geniş imkanlar açılıbdır. Məsəl üçün elə bizim institutdan danışmaq istəyirəm ki, informasiya texnologiya institutunun bir qrup gənci artıq Cənubi Koreyaya, Avropa ölkələrinə göndərilir. Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən bura çox böyük qayğı göstərilir. Yəni demək istəyirəm ki, yeni nəsli, yeni insanları yetişdirmək lazımdır ki, bu Azərbaycan elminin yeni şəraitdə vəzifələrini öz çiyninə götürsün. O qeyd etdiyimiz kimi Azərbaycan elminin o qabaqcıl məktəbləri itməsin, amma üstə gəl, qeyd etdiyim o birliklər iqtisadiyyatını formalaşdıran insanların formalaşması, innovatika elmi ortaya çıxıbdır. Yəni innovatika elmi nə deməkdir? O qabaqcıl birliklərin həyatda tətbiq olunması, dünya bazarına çıxardılması, onun iqtisadiyyatı, onun mülkiyyətinin qorunması, onun əmtəyə çevrilməsi, əmtəyə çevrilmiş onun bölgüsü məsələsi və s. kompleks məsələlər var ki, artıq yeni nəsil bunları demək anlamalıdır. Bax, belə bir insanlarda təfəkkür formalaşmalıdır. O insanlarda innovativ təfəkkür formalaşmalıdır ki, bu təfəkkürün əsasında qeyd etdiyim kimi Azərbaycanda elmin özü iqtisadiyyatın o funksiyasını, ağırlığını öz çiyninə götürməyə hazır olsun. Və həqiqətən də çox sevindirici haldır ki, Natavan, bugün Azərbaycanda təkcə gənclər deyil, ümumiyyətlə bir qədər də yaşlı nəsildə dünyada baş verən son texnoloji prosesləri izləməklə savay, hətta tətbiq olunan ən yeni texnologiyalardan da yararlanırlar. Bu da əlbəttə ki, nə deməkdir? Azərbaycanın dünyaya inteqrasiya etməsindən xəbər verir və həmin haqqında söhbət açdığımız o texnologiyaların Azərbaycanda da tətbiq olunmasından xəbər verir. Bəli. Elə məhz ona da mən toxunmaq istəyirəm ki, həmin o milli strategiyadan başqa ölkəmizdə informasiya, kommunikasiya texnologiyalarının ümumiyyətlə bütün o sektorlarda, sferada tətbiq olunması ilə bağlı dövlət başqa bir qəbul etdiyi proqram da vardır ki, onu Elektron Azərbaycan deyilir. Elektron Azərbaycanın tərkib hissəsi olaraq elektron elm formalaşır. Yəni, bu deməkdir ki, Azərbaycan elminin özündə informasiya texnologiyanın tətbiq olunması, onun şəbəkə imkanlarının artması, internetə çıxış imkanlarının artması, Azərbaycan elmində olan müxtəlif informasiya resurslarının formalaşdırılması və ən başlıca onu qeyd etmək istəyirəm ki, Azərbaycan alimlərinin qarşısında duran vəzifələrin, problemlərin yenidən araşdırılması. Çünki hər problem bu günləri görürsən ki, heç problem kimi qəbul olunmur, onun aktuallığı, onun səmərəsi görsənmir. Ona görə də bu günləri Azərbaycan Milli Elmlər Akademiyasında müxtəlif elmi istiqamətlər üzrə problem şuraları vardır ki, o problem şuralarında bütün ayrı-ayrı elmi kollektlərin qarşısında qoyulan vəzifə bir də baxılır. O məsələlərə bir də baxılır ki, nə dərəcədə Azərbaycanın iqtisadiyyatına, Azərbaycan xalqının, dövlətinin marağına uyğundur, nə dərəcədə bu elmi nəticələr dünya bazarına çıxardıla bilər. Bax, bu kimi məsələlər hamısı həmin o problemlər çərçivəsində araşdırılır. Yəni, çünki alimlərin qarşısında qoyulan problemlər yenidən baxılmalıdır. Problemlər çoxdur. Onların hamısını Azərbaycan büdcəsinin vəsaiti də imkan verməz. Ona görə də bu məsələdə bir qədər praqmatik olmaq lazımdır. Yəni, onun mənfəətini görmək lazımdır ki, o Azərbaycan alimləri ona yönəlsin. Eyni zamanda onu mən qeyd etmək istəyirəm ki, burada elektron elmin formalaşması da digər tərəfdən artıq elmi kollektlərin imkanlarını artırır. Bu günləri elektron elmin ayrı-ayrı komponentləri üzrə işlər gedir. Yəni, Azərbaycan Milli Elmlər Akademiyasında informasiya texnologiyanın tətbiq olmasına böyük əhəmiyyət verilir. Yəni, artıq Azərbaycanda, Azərbaycan elminə gedən proseslər beynəlxalq səviyyədə, xüsusən də Avropada müxtəlif beynəlxalq qurumlar var ki, oraya inteqrasiya olunur. Yəni, Azərbaycan alimlərinin aldığı nəticələrin ora çıxarılması, informasiyanın oradan bura gəlməsi, açıq informasiya resurslarına çıxış imkanı əldə olunması, xüsusi grid texnologiyaları var ki, bu hesablamaya ehtiyacı olan məsələlər var ki, onun həll olunması istiqamətində də işlər aparılır. Hesab edirəm ki, Elmlər Akademiyasının müxtəlif kollektivləri bax, bu məsələdə həssaslı nümayiş etdirirlər və öz vəzifələrini həyata keçirirlər. Məsələn, biraz əvvəl çox
maraqlı bir məqama toxundunuz ki, hal-hazırda artıq elmi praktikada tətbiq edilə biləcək sahələri araşdırılmalı, nəyəsə xətir, hansısa elmi məqalələr yazılmamalı, yazılan hər bir elmi məqalənin üzərində işlənilən, tədqiq olunan sahənin mütləq həyatımızda tətbiqi nəzərə alınır və bu mövzunun aktuallığı əsas şərtlərdən biridir. Bəs bugünkü gündə gənclərin bu sahəyə marağı nə dərəcədədir? Konkret söhbət açdığımız informatika elmlərində həmin o aktuallığı olan elmin xırdalıqlarının tədqiq olunması və onların təcrübədə tətbiqinə dair. Mən açıq etiraf etmək istəyirəm ki, o gənclərin elmə gəlməsi bu günləri idmana olan maraq kimi deyil, musiqiyə olan maraq kimi deyil. Ayrı-ayrı sahələr var ki, görürsən ki, orada çox belə gənclər fəallıq göstərir. Bunu mən indi bir kollektivin rəhbəri kimi deyirəm ki, elə deyil. Amma onu da mən qeyd etmək istəyirəm ki, o aktuallıqdır, gənclərin özlərinin tarixini orada görməsi məsələsinə baxanda informasiya texnologiyaları burada çox yaxşı görsənir. Bilirsiniz ki, informasiya texnologiyaları əsasında çalışmaq bu günləri günümüzün belə deyək ki, ən tələb olunan peşələrindən biridir. Bu təbii prosesdir, çünki hər yanda istifadə olunur. Yəni, əmək bazarından tələbat gəlir. Əmək bazarında sifariş gəldiyi üçün informasiya texnologiyaları müxtəlif pillələri üzrə mütəxəssisin hazırlanmasına problem yoxdur. Yəni, onun ən yüksək səviyyəsi doktorluqdur, magistratura və s. O ki, qaldı ümumiyyətlə gənclərin elmə gəlməsi, əlbəttə ki, tək Azərbaycan problemi deyil. Bütün dünyada bu problem belədir ki, gənclərin vaxtı ilə belə deyək ki, çox belə həvəslə gəldiyi, bu günləri elm səddiyyən sadə peşə deyil ki, gələsən sən orada özü tez reallaşdırırsan. Və qısa müddət ərzində uğur əldə edəsən. Ona görə də məsələ ondan ibarətdir ki, gənclər qısa müddətdə özlərini reallaşdırır, öz taleyini qurmasıdırlar. Amma elmin özü bir qədər belə uzun prosesdir. Düz onun bəhrəsini görürsən müəyyən müddətdən sonra bir qədər səbr lazımdır. Buna görə Azərbaycanda da o qarşımıza qoyulan vəzifədən biri ondan ibarətdir ki, gənclərin cəlb olunması, bu işə cəlb olunması və o dediyim ki, o birliklər iqtisadiyyatlarının əsas oyunçularını, əsas yaradıcılarını hazırlamaq lazımdır. Ona görə də məhz Azərbaycan Respublikasında bir sıra əhəmiyyətli fərmanlar, sərəncamlar verilibdir. Nədən söhbət gedir? Xaricdə, yəni Təhsil Nazirliyi tərəfindən xaricdə gənclərimizin hazırlanması məsələsi, yəni dünyanın aparıcı universitetlərində bizim o Azərbaycan gənclərinin hazırlanması, növbəti pillə olaraq onun magistraturasına, növbəti pillə olaraq başqa bir sərəncam Azərbaycan Milli Universitetində tapşırılıb ki, o doktorluq səviyyəsində o qabiliyyətli olan gənclərin seçilməsi, göndərilməsi. Elə bizim bu yaxınlarda, misal üçün, Azərbaycan Milli Universitetinin rəissiyyət heyətində bizim bir sıra qabaqcıl gənclərimiz seçildi, Avropa universitetlərinə, Cənubi Koreya universitetlərinə göndərilir. Bunlar nə deməkdir? Yəni, düzdür, burada belə deyək ki, o kəmiyyət, əhəmiyyət kəsb eləmir, yəni çoxlu sayda 10, 20, 30 nəfər göndərməyə. 5 nəfər, 3 nəfər göndərirsə keyfiyyətli şəkildə onlar həmin o qabaqcıl biliyi, qabaqcıl təcrübəni, innovativ təfəkkürü Azərbaycana gətirməsi, Azərbaycanda onun özünün bir mini belə deyək ki, qrupların yaradılması və ənənə də belədir. Yəni ki, bütün o dünya üzrə elmin transformasiyası, elmin miqrasiyası prosesinin kökündə insanların bu şəkildə belə deyək ki, o elçilik funksiyası aparması gedir, öyrənir, gətirir, burada tətbiq edilir. Ona görə də gənclərə olan qayğı müxtəlif istiqamət həyata keçirilir. Mən qeyd etdiyim o beynəlxalq istiqaməti həyata keçirilən işlərin istiqaməti təxminən bu istiqamətdədir. Və bu elmin maraqlı bir məqamı, maraqlı cəhəti də ondan ibarətdir ki, qeyd etdiyimiz bütün elmi sahələrdə məhz bu sahəyə ehtiyac duyulur. Hal-hazırda yəni elektron bir əsrdəyik, kompüter texnologiyaları əsrindəyik. İstər humanitar, istər texniki fənlərlə biz məşğul olsaq, elmi araşdırmaq istəsək, mütləq biz informatikanı bilməliyik. Tamamilə razıyam ki, bu günləri informasiya texnologiyaları ayrıca bir korporativ peşə deyil. Bu günləri peşəsinin asılı olmadan, yəni həyatda elə bir insan tapılmaz ki, körpədir, böyükdür, yaşlıdır. İstənilən bir kəs informasiya texnologiyalarından bu və ya digər səviyyədə bilməlidir. Lap mobil telefondur, lap mətbəxtdə məsəl üçün istifadə etdiyin ayrı-ayrı cihazlardır və s. Bunların hamısının kökündə informasiya texnologiyaları vərdişləri dayanır. Ona görə də xüsusən də o dediyimiz mövzu çərçivəsindən çıxış edərək alimlərin informasiya texnologiyalarını bilməməsi, informasiyanın davrana bilməməsi, informasiyanın toplaması, onu emal etməsi, hesablaması və s. kimi məsələlərə elmin inkişafını ləngidir. Əlbəttə, elmin inkişafını ləngidir. Çünki vaxtilə biz baxanda görürsən ki, ayrı-ayrı fərqlər elmi yaradardılar. Qalileydir, Newtondur, o birisi. Onlar hamısı belə deyək ki, fərd olaraq yaradılır. Amma bu günləri elm kollektiv peşəyə çevrilibdir. Yəni, bu kollektiv peşənin özü nə deməkdir? Yəni, məlumatın bölünməsi üçün imkan yaranıbdır, məlumatın toplanması üçün imkan yaranıbdır, yeni texnoloji vasitələr gəlibdir. Ona görə də elmin özü artıq bir kollektiv, bir ictimai peşədir. Yəni, bax, bu kollektiv peşə nəticəsində görürsən ki, yaxşı elmi nəticələr əldə edirlər. Ona görə də informasiya texnologiyaları sırf bir istiqamət kimi olsa da, amma hər bir kəs ona nail olmalıdır. Çünki Azərbaycan dövlətində də bax, bu istiqamətlə gedir. İndi mən xatırlayıram, dövlət başımız tərəfindən qəbul edilmiş orta təhsil məktəblərindəki o informasiya texnologiyanın tətbiq olunması, ali təhsildə bu tətbiq olunması kompleks olaraq ölkədə yeni bir vətəndaş nəslinin formalaşmasına
formasına, yeni insan nəslinin formasına gətirib çıxardır. Ona elektron vətəndaş da bəli demək olar ki, informasiya cəmiyyətinin vətəndaşı yetişdirir. Ona görə bunun da önündə əlbəttə ki, o bilikli insanlar elm gedir və Azərbaycan elmində qarşısında bax bu səpikdən də yeni vəzifələr qoyulur. Təşəkkür edirik.